İnsanın qida rasionuna daxil olan meyvə və giləmeyvələr həm orqanizmin mineral və vitaminlərlə zənginləşməsində, həm də bir çox xəstəliklərin müalicəsində müstəsna rola malikdir. Sağlam və düzgün qidalanmanın ən önəmli qaydalarından biri də meyvə və giləmeyvələri mövsümündə istehlak etməkdir. Hazırda da mövsümlə əlaqədar çiyələk, alça və gilasa tələbat artıb. Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisi Tərlan Qorçuyevanın sözlərinə görə gün ərzində 7-8 ədəd çiyələk istehlak etmək günlük C vitamini normasını ödəyir. Bu meyvə istehlak olunarkən isə bəzi xüsusiyyətlər nəzərə alınmalıdır. Bu meyvənin acı və büzüşdürücü xüsusiyyətinin olması isə həmin meyvənin tam yetişmədiyinə işarətdir. Çeşidindən asılı olaraq çiyələk iri və xırda olur. Qeyd edək ki, son dövrlər satışa çıxarılan, böyük, fərqli forma və görünüşdə olan çiyələk çeşidlərinə iqlim şəraitinin də təsiri az deyil. Çiyələk alarkən isə rənginin qırmızı olmasına, zədəsiz, ləkəsiz və kif əlamətlərin olmaması kimi xüsusiyyətlər mütləq nəzərə alınmalıdır. Çiyələk torpaqda yetişdiyi üçün istehlak edilməmişdən əvvəl bol su ilə yuyulmalı. Bu isə o zaman aparılmalıdır ki, üzərindəki torpaq hissəcikləri təmizlənməli, saplağın giləmeyvədən ayrılaraq bol su ilə yuyulması tövsiyə olunur. Asanlıqla xarab ola bilən yetişmiş çiyələklər bir neçə gün ərzində istehlak edilməlidir. Çiyələyi bir həftə müddətində soyuducuda, 6 aya qədər isə dondurucuda saxlamaq mümkündür. Bu mövsümdə daha çox istehlak edilən meyvələrdən biri də alçadır. Mütəxəssislər istehlak üçün ləkəsiz, zədəsiz, bərk və büzüşməmiş alçaların alınmasını tövsiyə edirlər. Mövsümi meyvələrdən olan gilasın tərkibi vitamin və minerallarla zəngindir. Rəngi isə sortlarından asılı olaraq dəyişə bilir. Maraqlı bir faktı nəzərinizə çatdırım ki, qırmızı gilasa nisbətən ağ gilasda qlukoza daha çoxdur. Bu meyvəni alarkən ləkəsiz, zədəsiz olmasına, köhnəlmiş, çürümüş, saplağının quru olmamasına, həmçinin zərərli orqanizmlərin təsirinə məruz qalmamasına diqqət edilməlidir. Mövsümi meyvələrdən sayılan ərik yüksək qidalılığa malikdir. Bu meyvə istehlak olunarkən bəzi xüsusiyyətlər nəzərə alınmalıdır. Belə ki, əriyin rənginin parlaqlığı tərkibindəki beta-karotinin yüksək olması ilə bağlıdır. Əriyin rəngi sarı və narıncı sarı olmalı, üzərində göy yerlər və kəskin qırmızı ləkələr yer almamalıdır. Ümumiyyətlə isə təbii və keyfiyyətli məhsul, o cümlədən çiyələk, alça, ərik və gilas kimi meyvələri seçmək və ya almaq üçün onların orqanoleptik xüsusiyyətlərinə, keyfiyyətinə, həmçinin qablaşdırılmasına, saxlanma şəraitinə və temperaturuna diqqət etmək lazımdır.